Salam dostlar. Artıq birinci bölümünün son belə deyək, dərsinə gəldik çıxdıq və bu son dərsdə biz bütün öyrəndiklərimizə uyğun olaraq bir praktika yazacağıq. Praktikamız da kalkulyator bir proqram olacaq ki, içərisində müəyyən funksiyalar, müəyyən operatorlardan istifadə edərək biz artıq ekranlarla işləməyə başlayacağıq. Çünki indidən ekranlarla işləməyə başlayaq ki, gələcək dərslərimizdə də sizlər üçün rahat olsun. Qısa bir məlumat da vermək istərdim ki, artıq aprel ayının 1-dən yeni dərslərimiz start verir, kursumuzda yeni dərslər start verir. Mən özəl olaraq dərs keçirəm, yəni onlayn vasitəsilə. Qoşulmaq istəyən hər bir kəs dərslərə qoşula bilər. Yəni ödənişlidir, düzdür, lakin daha geniş Kotlin haqqında, Android developer olmaq istəyən hər bir kəs Kotlin haqqında daha geniş məlumatlar öyrənə bilər ki, gələcəkdə də bunlardan yaxşı yerlərdə istifadə eləsinlər, yaxşı qazanclar əldə etsinlər. Bildiyiniz kimi, yəni bu günlərim düzdür, kurslarda Kotlin-də Android proqramları haqqında dərslər keçirilir. Lakin orada keçirilən dərslərdə praktika çox azdır. Və praktika az olduğuna görə müəyyən tələbələr hər hansı bir işə gedəndə çox böyük çətinliklərlə qarşılaşırlar. Mənim özəl olaraq onlardan fərqim ondan ibarətdir ki, yəni mən praktikaya daha çox üstünlük verirəm. Yəni keçdiklərim mövzuları ən çox praktika üzərində qururam ki, yəni tələbələr bunu tamamilə anlasınlar, mövzunu tamamilə keçsinlər. Mənə yəni zaman maraq getmir. Məndə məs həftədə 3 dəfə dərsimiz olacaq və hər dərsimizdə də biz praktikalar işləyəcəyik ki, və praktikalar əsasında da artıq sərbəst olaraq kursu bitirəndə, dərsləri bitirəndə sərbəst olaraq sizlər istənilən application-ı yaza biləcəksiniz. Və ödənişlər də kurslardan da aşağı qiymətdədir. Yəni qoşulmaq istəyən hər bir kəs dərsimə müraciət edə bilər. Keçək dərsimizə. Mən ilk öncə açılanda, bizim ekran açılanda bildiyiniz kimi bu formada açılır və burada biz ilkin olaraq özümüzə lazım olan dizaynları edək. Məsələn, mənə burada bildiyiniz kimi bura lazım deyil. Bu hissəni silirəm və burada bu hissəni silirəm. Mənə lazım olmayan punktları artıq mən silirəm ki, mənə maneçilik törətməsin. Və birinci olaraq biz ekranda dizayn edək. Ondan sonra isə keçək bizim əsas səhvəyə. Ekran açıldığı zaman, baxın dostlar, ilk olaraq bu cür formada olur. Və sizlərdə də məsələn bu cür böyüdüb kiçildə bilərsiniz. Məsələn, ekran sizin üçün necə uyğundursa, o formada edə bilərsiniz. Bizdə indi hal-hazırdakı burada Hello Android Studio tərəfindən verilən bu Hello World lazım olmadığına görə elə delete edirik və bunu ekranımızdan silirik. İlkin olaraq burada dizayn hissəsində biz bax burada göz işarəsi var, View Option. View Option'a daxil olub Show System URI aktiv edək ki, yəni bizdəki buradakı görünüm də eyni telefondakı görünüm kimi, yəni eyni görkəmdə olsunlar ki, bizim işləməyimiz də rahat olsun. Sadə olaraq, yəni çox sadə bir proqram yazacağıq. Yəni bu çox qəlizə getməyəcək ki, yəni ilk öncə istərdim ki, mənim indiyə kimi keçdiklərimi siz oxuyasınız və onların əsasında buradakı sistemi özünüz qurasınız. Sonra isə mənim bu yazdığımla üst-üstə belə deyək, yoxlayasınız və bilmədiyiniz mövzular varsa bunu üzərində işləyəsiniz. Yox, əgər istəmirsinizsə, elə buradan baxıb öyrənə də bilərsiniz. Mən burada bizdə əsas kalkulyatorda nədir? Məsələn, biz 2 dənə rəqəm veririk və 2 rəqəmi üstə gəlmə, çıxma, vurma, bölmə. Və yekun olaraq da bir dənə nəticə olaraq ekranda göstərmə. Bunu ilk olaraq biz nə etməliyik? Edit text yazanda, məsələn, burada edit text də yazmaq olar. Baxdığımız kimi, məsələn, edit də yazsam plain yazılır və yaxud da plain text də yazsam bu forma çıxır. Və mən bu formanı gətirdim, baxın ekranda, burada məsələn past elədim və bunun içərisində artıq dizayn edə bilərəm. Bildiyiniz kimi, keçən dərsimizdə də mən bildirmişdim ki, buradakı ID-lər çox fərqli üslubda olur. Ona görə də biz burada ID-ləri özümüz təyin edirik. Məsələn, burada yazıram ədəd 1 text yazaq. Tamam ki, bunun ədəd 1 text ID-si olsun və enter tıkladıktan sonra burada current file edirik ki, yəni bizim bunu əlimizi öyrəşdirmək üçün əslində burada bizə ehtiyac yoxdur. Bir səhvədən ibarətdir. Sadəcə mən deyirəm ki, əliniz öyrəşsin ki, artıq current file, hər dəfəsində current file seçməniz daha məsləhətdir. Və refactor eləyirik, artıq burada ID-miz təyin olunur. İkinci olaraq burada məsələn biz dizayn edirik. Çünki burada içərisində rəqəm yazacağıq. Bu rəqəmi də yazmaq üçün gərək hər dəfə name-i silək. Onun üçün biz nə edirik? Burada text daxil olub name-in özünü silirdik və burada isə artıq hintə daxil olub həmin məsələn bizə lazım olan məsələn yazaq ki, burada ədəd 1. Məsələn, tutalım ki, belə bir şey.
və artıq burada göründüyü kimi ədəd 1 gəldi. Bunu da istəyirəm ki, məsələn, tam mərkəzdə olsun. Onun üçün də Graph-yə daxil oluram. Graph-yə daxil olandan sonra və burada da mərkəzi seçirəm ki, artıq bizim yazımız tam mərkəzdə olsun. Həmçinin də məsələn, bunun arxasında hər hansı bir rəng fonu istəyirəm ki, məsələn, seçimi yaxşı olsun. Məsələn, onda background eləyəndə artıq bunun arxasındakı fonu da, məsələn, tutalım ki, burada bu rəngi edirəm və bunu da biraz da böyüdək və buradakı mətnin hərfin belə deyək ki, həcmini böyütmək üçün, sayzını böyütmək üçün sayza daxil oluram və burada da seçenek tutalım ki, 20 sp. Və gördüyünüz kimi tam rahat, tam səliqəli formada görsənir. Artıq bunları edəndən sonra, yəni ikinci olaraq da mən bunu gəlirəm, kopyalayıram, Command C və yaxud da ki, Windows'larda da Ctrl C, Ctrl V. Və Ctrl V edəndən sonra baxın burada ikinci forma yarandı məndə göstərir. Bunun gəlirəm üzərinə, mişqanın sol düyməsindən tıklayıb çəkirəm aşağı. Tam onun formasında baxın eyni qaydada, eyni prinsipdə ikinci olaraq bizim edit tekstimiz yaranmış oldu. Yəni buna əlavə olaraq dizaynına və yaxud da əlavə heç bir şeyinə zaman sərf etmədim. Burada da yazıram ədəd 1, ədəd burada yazaq ki, ədəd 2 text tutalım ki, bu formada olsun və burada da yenə current file edirik və refactor edirik. Refactor edəndən sonra artıq burada bizim gördüyünüz kimi aydımız tam olaraq biz istədiyimiz kimi oldu və burada da yenə də həmçinin hintə daxil olub içərisində burada yazırıq ədəd 2. Baxın. Artıq bizim demək olar edit tekstlərimiz hazırdır. Edit tekstlər hazır olandan sonra bizə indi nə lazımdır? 4 ədəd, yəni biz ancaq sadə bir kalkulator proqramı yazacağıq, çox qərizlərə daxil olmuyor. 4 ədəd məsələn üstə gəlmə, çıxma, vurma, bölmə. 4 ədəd məsələn bizə buton gətirək, istifadə edək. Baxın, gətirdim butonu. Birinci butonu gətirdim. Dizaynını edirəm, özüm istədiyim məsələn formada dizaynını etdim və bu formada da məsələn saxlayıram. Artıq məsələn mən bunun içərisində nə işlər görmək istəyirəm? Birincisi ID-sini dəyişmək istəyirəm. ID-sini gərək burada edək. Məsələn üstə gəlmə. Üstə gəlmə buton. Bu cür olsun. ID-si məsələn bu cür olsun və enter edirik, refactor edirik. Burada da yenə current file, refactor artıq burada gəlmiş oldu. Bunun da içərisindəki yazısını, buton yazısını silək tutalım ki, burada edək ki, tekstə daxil olaq. Burada da yazaq ki, üstə gəlmə. Artıq baxın, burada qeyd olundu ki, bizim butonumuzun baxın, görkəmi bu cür formada oldu. Çox normaldır, yəni heç bir problem də yoxdur. Eyni qaydada mən bunu məsələn yenə kopyalayıram. Gəlirəm üzərinə, kopyalayıram və Ctrl V ilə ikincisini əlavə edirəm və bunu da gətirirəm tutalım ki, bura. Və burada da bunu dəyişirəm, tutma işarəsi qoyuram və burada çıxma ilə görsənsin. Yenə gəlirəm bura, bunun üzərinə bunu seçirəm, Ctrl C, Ctrl V, yenə də çəkdim. Burada da olsun tutalım ki, vurma. Və yekun olaraq da bizdə burada olsun Ctrl C, Ctrl V, yekun olaraq da burada da olsun bölmə. Baxın, səliqəli formada artıq bizdə biz buradakı düymələri tıklayaraq buradakı ədədləri istədiyimiz məsələn üstə gələ bilərik, çıxa bilərik, vura bilərik, bölə bilərik. Bunu yekun olaraq da göstərmək üçün artıq bizə text view-da ehtiyac var ki, text view-nu da gətirək məsələn bura qoyaq və bunu da həcmini məsələn yüksəldək və burada müəyyən dizaynlar eləyək. Buradakı məsələn tutalım ki, text view-nu burada silək ki, bizə yəni mane olmasın və burada da məsələn text view-da elə saxlamaq olar məncə. Text view-da elə saxlayaq, text view-da. Burada elə olsun ki, result tam ki bu cür. Silinsin, hintdə yazılsın. Üst-üstə düşməsin. Burada da result və yaxud da result yazmayaq, deyicə. 2 nöqtə yazdıq. Burada gəldi. Bunu da məsələn tutalım ki, qraft eləyək. Tam mərkəzə gətirək yenə və burada size edək. Hərfin məsələn həcmini böyüdək, rahat görsənsin və burada da yenə də
Məsələn, burada səliqəli olsun deyə graft yox, background eləyirik. Arxa fona da məsələn tutalım ki, sarı rəngdə, açıq sarı olsun. Bu rəngdə bir forma. Yəni mən dizayna çox daxil olmuramsa, onsuz da gələcəkdə normal applicationlar yazanda görəcəksiniz ki, dizaynla necə işlənir. Sadəcə mən sizlərə yazılım necə olan bir şeydir, onları öyrədirəm və bununla bağlı da belə deyək, dərslərimizi keçirəm. İndi burada artıq biz bunları yazdıq. Bizə lazım olan məlumatları qeyd etdik. Bunun ID-sinə baxaq. Text bir ID-sinə də burada da yazaq nəticə text yazaq ki, artıq bizim bunun da ID-si tam olaraq istədiyimiz kimi olsun. Və refaktor eləyirik. Baxın dostlar, dizayn hissəsi bundan ibarət. İndi mən belə deyək, burada seyirli çubuq var idi ki, constraint-dən istifadə edirdim. Mən bu constraint-i tıklasam, çox proqramı dizaynını çox belə deyək ki, bərbad günə salacaq. Çünki mən constraint etməsəm, bildiyiniz kimi bunu run eləsəm, hər biri gələcək bax bu küncdə yığılacaq. Ona görə də bunlar mütləq olaraq bağlamalar eləməliyik. Constraint bağlamalar deməkdir ki, yəni hansı hissəyə bağlamaq istəyirəm, hansı düyməni hansı hissəyə bağlamaq istəyirəm. Burada da biz bunları bizə qeyd edəcəyik. Və burada məsələn mən indi seyirli çubuğa basım, məsələn constraint-ə bassam, baxın gördüyünüz kimi çox səliqəsiz bir formaya saldı. Yəni buna görə də bunu etmək məsləhətdir. Məsələn, o sadə belə kvadratlarda olduğu kimi yerində saxlayır. Lakin belə formalarda olanda bunu yerdə məsələn olduğu kimi eləmir. Ona görə də əgər həmin bu çubuğu tıklamısınızsa, Command C və yaxud da ki Ctrl Z eləyərək geri qayıda bilərsiniz. Command Z eləyəndə həmçində geri qayıtmış olur. Bunu etmək üçün mən nə edirəm? Baxın, ilk öncə buradakıları məsələn bağlayıram. Artıq bunlar məsələn bağlansın və buradakını da gətirirəm burada səliqə ilə saxlayıram. Eyni qaydada məsələn bunu edək və bunu da bağladıq bura və bunu da bir-birindən ayırdıq. Və belə bir şey olsun ki, səliqəli formada. Və burada nə etmək lazımdır? Burada bizim üçün dostlar, sadə məsələn biz eyni qaydada bunları bir-birinə bax bu cür şəkildə bağlamağımız çox zaman etdirir. Bunun üçün bax burada layout bölməsi var. Layout bölməsinə daxil olanda baxın burada bizdə linear layout horizontal var. Biz bax bunu götürün, gətirib bax burada istənilən ekranda, istənilən bir yerdə məsələn line bax burada özü gəlib düşəcək. Artıq bunu edəndən sonra biz buradakıları bu linear layout'un içərisinə ata bilərik. Bu bizə nə verir? Buradakı bir tabliça yaradır və həmin tabliçaları da artıq bunun içərisində həmin butonları bunun içərisinə qoyaraq səliqəli şəkildə göstərə bilərik. Bunu bir əllə də atmaq olar. Həmçinin də məsələn bura sol tərəfə bu tərəfə daxil olub, məsələn shift-i tıklayın, shift-lə bunların hamısını məsələn seçə bilərsiniz ki, məsələn bax buradan bura kimi olanların hamısını seçdim və bunu götürürəm və linear layout'un altına məsələn üzərinə gəlib mişqanın sol düyməsini buraxıram. Artıq baxın gəldi, bunlar mənim bunun içərisində düşdü. Amma içərisində düşdü, gördüyünüz kimi bu çox səliqəsiz bir formada düşdü. Yəni bir-birinə birləşik formada. Mən məsələn istəyirəm ki, bunlara biraz da məsələn tutalım ki, biraz dizayn verim ki, daha səliqəli olsun. Məsələn burada yazıram margin və margin yazandan sonra burada mənə baxın belə bir şey gəlir. Və layout margin burada yazaq 10 dp. Və 10 dp yazandan sonra bunun içərisində 10 dp. Baxın gördünüz, səliqəli bir formaya özü gəldi düşdü. Bunu 10 da edə bilərik. İndi baxaq, məsələn tutalım ki, bu bisləri də edək. Bunu da yenə həmçinin burada yazırsınız və burada 10 dp. Yenə də 10 dp və sonuncu olaraq da burada da 10 dp. Baxın bir-birlərindən ayrıldı və səliqəli formaya düşdü. Və burada da yenə həmçinin graffiti yazaq, tam mərkəzləşdirək bizim bu həmin tabliçamızı. Graffiti, center və var. Baxın. Gördüyünüz kimi artıq bu səliqəli formaya gəldi çıxdı. Yəni burada artıq bunun qarışacağı, yəni hər hansı bir belə deyək, bir-birinə
toxunacaq və yaxud da ki, işimizi artıq uzun etmir. Burada yüzlərlə də buton artıq məsələn istifadə edə bilərik. Heç bir bizdə problem yaratmayacaq. Eyni qaydada bunun yenə də bağlayaq sağa, sola və yuxarı. Bunu da çəkək. Burada da həmçinin də məsələn artıq bunu saxlayaq burada. Bunu alım ki, mən biraz bu cür eləyək. Aha. İndi bunu run eləyək, görək ekranda bizdə artıq görünüş necədir. Artıq bu dizayn hissəsini eləsəniz çox sadə bir şeydir. Yəni burada çox qəliz nəsə etmir. Yəni inşallah o belə deyək, ücret və kompozlar keçəndə kompoz haqqında, kompozun içərisində bunlar daha səliqəli olur. Baxın dostlar, bu formada artıq bizdə bir ekran görüntüsü gələcək. Yəni bu telefonda da gələcək. Həmçinin məndə indi burada eyni belə deyək, virtual bir telefondur. Bu formada eyni bizim istədiyimiz kimi bir dizayn hissəsi olur. Artıq yəni, normaldır, səliqəlidir. Biz artıq bunun kod hissəsinə başlaya bilərik. Kod hissəsinə başlamaq üçün ilk öncə biz nə edirdik? İlk öncə olaraq burada view binding yazırdıq və view binding içərisində də artıq bizim bu butonlara istənilən vaxtı istifadə edə bilərdik. Mən indi dərsin belə deyək, dərs uzun olmasın deyə dərsin birinci hissəsini, dizayn hissəsini bağlayıram və ikinci olaraq artıq kodları da yazarım ki, dərsimiz həm çox uzun olmasın, həm də rahatlıqla hər bir kəs tərəfindən izlənsin. İkinci dərsimizdə artıq biz bunun kod hissəsini yazacağıq və içərisində əməliyyatlar aparacağıq ki, hər hansı bir məsələn hesabatlar eləyəndə nəticə olaraq da burada ekranda görsənsin. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək.